bir writing nümunəsi üzərində işləyəcəyik. 9-cu sinifin buraxılış imtahanına bilirsiniz ki, minimum 35 sözdən ibarət esse yazmaq tələb olunur şəkillər üzrə. 3 şəkil verilib, 3 nəfər marketə gəliblər, tərəvəz seçirlər, sonra evdə onları doğrayırlar, yəqin ki, salat hazırlayırlar və sonunda da hazırladıqları salatı yeyirlər. Necə başlaya bilərik? Birinci sadə versiya, one afternoon, bir gün orta, three friends named Natiq, Ayla and Ari went to a small market. Deməli, əsas məsələlərdən biri budur ki, biz obrazlara mütləq ad verməliyik. Bu çox önəmlidir. Bir gün orta Natiq, Ayla, Arif adlı 3 dost balaca bir marketə, mağazaya getdilər. They wanted to prepare a healthy meal together. İstəyirdilər ki, bir yerdə sağlam bir yemək hazırlasınlar. Təsvir çox önəmlidir. Yəni, birbaşa biz hərəkətləri vermirik. Aldılar, doğradılar, bişirdilər. Belə yox, biraz təsvir lazımdır. First, they bought fresh vegetables like tomatoes, cucumbers, greens, əlavə eləyə bilərik göyərti, and lettuce. Və birinci onlar pomidor, xiyar, deməli göyərti və kahı aldılar. After that, bundan sonra they went home, onlar evə getdilər and started making a salad in the kitchen. Və başladılar mətbəxdə salat hazırlamağa. Finally, sonda they sat at the table, stol arxasında oturdular and enjoyed their delicious food. Yeməklərindən zövq aldılar. They were happy because the salad was healthy and they had made it together. Sonra daha böyük. Bu necə minimum, yəni təxminən bir 45-50-55 sözlə necə tam bal almaq olar, ona aid nümunə idi. Yox, əgər daha təsvirli deməli esse yazmaq istəyirsinizsə, o zaman belə başlaya bilərik ki, one day, bir gün, I and my two cousins, Ayla and Natiq, decided to prepare a salad. Hələ marketdən əvvəli bir təsvir edirik ki, bir gün mən və 2 cousinım, Ayla və Natiq qərara gəldi ki, salat hazırlayaq. First, we went to the supermarket near our house, evimizin yanında. Baxın, bunlar əlavə bu cür sözlər işlətməklə, amma təsvirə uyğun, həmçinin daha çox söz vermiş oluruq. And bought some tomatoes, cucumbers və aldılar biraz pomidor, cucumbers, xiyar, soğan, göyərti və kahı. After we came home, biz evə gələndən sonra mürəkkəb cümlələrdən də istifadə eləmək tələblərdən biridir. I immediately washed the vegetables. Mən dərhal tərəvəzləri yudum. Then I dried all of them. Sonra onların hamısını quruladım. And Natiq started to cut the cucumbers. Və Natiq başladı xiyarları kəsməyə. Məsələn, into pieces də vermək olar sonuna. At this time, bu vaxt, Ayla helped us a lot. Ayla da bizə çox kömək eləyirdi. Some minutes later, bir neçə dəqiqə sonra, we cut all the vegetables and put them into a glass bowl. Və onların hamısını şüşə, kasanın içərisinə yığdıq. When I mixed all the ingredients, mən bütün ingredientləri qarışdırarkən, Ayla added some olive oil, salt and pepper on them. Ayla onların üzərinə olive oil, zeytun yağı, duz və istiot əlavə elədi. Finally, our salad was ready. Sonda bizim salat hazır idi. We tasted it with great pleasure and were proud of ourselves. Writing-də mən həmişə öz şagirdlərimə də deyirəm. Əgər şagird təsvir eləyə bilirsə, əlavə situasiyaya uyğun, şəkillərə uyğun əlavə sözlərlə çalışmalıdır ki, writing-ini, yəni 35-40 söz yox, 60, 70, 80 sözdən ibarət göstərə bilsin və bu zamanda writing-i yoxlayan markerdə, dim tərəfindən bir rəğbət oyanacaq ki, şagirdin kifayət qədər söz bazası var, cümlə quruluşları əladır, həm sadə cümlələrdən istifadə edib, həm mürəkkəb cümlələrdən istifadə edib,
Bütün writing boy vegetables sözünü dəfələrlə istifadə eləməyib, bəzən onu themlə əvəz eləyib, bəzən ingredientslə əvəz eləyib və s. Daha bir nümunə verim. Bu da daha çox mürəkkəb cümlələrdən istifadə. When my two classmates, Ayla and Natiq, and I returned home from school, biz məktəbdən evə qayıdanda, we decided to go our home and prepare a salad for ourselves. Və özümüz üçün salat hazırlayaq. Görün, birinci cümlədən artıq 25 təxminən söz var və bu sizin yazınızı yoxlayacaq markerdə. İnanın ki, artıq ilk cümləniz onun üzündə xoş bir təbəssüm yaradacaq. But first, amma birinci, we had to go to the supermarket. Biz supermarketə girməli idik ki, to buy some ingredients. Yəni, supermarketdən əlavə green grocery sözünü istifadə edə bilərsiniz və yaxud green grocers istifadə edə bilərsiniz. Yazılışını da bilmirsə, supermarket ən gözəlidir. After buying some tomatoes, cucumbers, greens and lettuce, biraz pomidor, cucumber, green və kah alandan sonra we came home, biz evə gəldik and started to make our salad və başladıq salatı hazırlamağa. I washed all the vegetables. Bu hissə göstərir ki, şagird artıq imagination, təsəvvür qabiliyyəti, təxəyyül qabiliyyəti yaxşıdır. Çünki tərəvəzləri kəsməzdən, doğramazdan öncə artıq yumağı qeyd eləyib. Mən yudum, Natiq cut them into pieces. Natiq onları belə də hissələrə doğradı. And Ayla mixed them in the bowl. Ayla da onları kasada qarışdırdı. Then we added some olive oil, salt and pepper on our salad. In the end, we tasted it and enjoyed a lot. Daha bir nümunə də göstərim sizə, biraz daha fərqli sözlərdən. Məsələn, one day my siblings, mənim bacı qardaşlarım Natiq, Ayla and Arif decided to make a salad for themselves, özləri üçün. So, bağlayıcılar da çox önəmlidir, ona görə də. They went to the supermarket and bought some tomatoes, cucumbers, greens da bu sözləri bilməsəz belə tərcümələrini əgər bir qısa olaraq verə bilərsiniz ki, bought some vegetables, bought different kinds of vegetables, bought different vegetables. After coming home, evə gələndən sonra first, they washed all the vegetables, birinci bütün tərəvəzləri yudular, cut them into pieces and put into a glass bowl. When Ayla mixed all the ingredients, Ayla bütün ingredientləri qarışdıranda, Natiq added some olive oil, salt and pepper on them. Finally, sonda, the salad was ready and the children tasted it. Fortunately, all of them liked their salad. Deməli, writing-də obrazlara mütləq adlar verilməlidir. Heç olmasa 2 mürəkkəb cümlədən istifadə eləmək lazımdır. Çalışmaq lazımdır, heç olmasa 3-4 bağlayıcıdan istifadə eləyək. Qısa cümlələr verməyək ki, məsələn, I mixed all the ingredients, nöqtə. Ayla added some olive oil, nöqtə. She also added salt and pepper, nöqtə. Yəni, belə verməyək. 3 cümləni bir mürəkkəb cümlə daxilində vermək daha cəlb edici olur. Uğurlar arzulayıram.